Gəldik karbohidratlara. Hı Karbohidrat nə deməkdir? Karbohidrat. Karbohidrat canlı orqanizmlər üçün deyirsən ki, mühüm rol oynayan maddələrdəndir. Bu maddələr neynirlər? Canlı orqanizmlərdə enerji mənbəyi rol oynayırlar karbohidratlar. Karbohidratların tərkibi belə olur. CN, H2O, bir də bundan M qədər. Bax belə. Ümumi formulu belə olur. Və yadda hı. saxla ki, bunlar N-də, M-də, bunlar 4-dən başlayır. Yəni, məsələn, deyək ki, N-də, M-də həmişə bir-birinə bərabər olmalıdır da. Məsələn, bura 4-dürsə, burada 4 olmalıdır. Bura 5-dirsə, burada 5 olmalıdır. Yəni, bərabər sayda olmalıdır. Aydındır? Bəli, N-də bəli, bərabər olmalıdır. Məsələn, bax, C6, H12, O6. Bu nədir? Bu qlikozadır. Məsələn, bəli. C12, H22, O11. Bax, bu quruluş nə deməkdir? Əslində elə H2O var, bax bu. Hı Göstər, hı, göstər. Babası 12, H2O 11. Bax bu quruluşda. Görürsən hı hı. saxarozda da. Eləyirəm ki, bu karbohidrat sözünün mənası ümumiyyətlə sol karbon deməkdir axı. Bunlar Hı hamısı hı. bir-birinə bərabər olmalıdır. Gördün? Bəli. Bir-birinə bərabər sayda. Məsələn, bu karbon 12 dənədir. Deyəsən ki, ay mən bəs bunlar fərqli rəqəmdə axı 12-də, Hı 11-də. hı. Yəni bunlar n-lə m bir-birinə bərabərsə 4-dən böyük olmalıdır da. 12-dir elə bu. Bu 12-dir, bu da 12-dir. Bunlar 4-dən bərabər olmalıdır. Görsən, və yaxud da ki, bu 11-dir. Yenə də eləməliyəm ki, bunların hər ikisi də 4-dən bərabər sayda olsun. Bəli, Aydındır? bəli. Və bu qaydada. Sonra gəldik bunlarda CN və yaxud dedim H2O, M bunun ümumi formuludur. Bəs Hı yaxşı. hı. Bu formulda olub. Amma karbohidrat olmayan hansı maddələrdir? İmeni bu formulu ödəyib, amma karbohidrat olmayanlar var. Bunlar formaldehiddir, asitatdır, sonra süd turşusudur. Və bunları ayrılaya bilərik ki, eyni belədir. Bax, hidrogen, karbon, oksigen, hidrogen. Bunun yazılışın qapalı quruluşu Formaldehid. belədir. CH4 belədir də. Görsən bunu Hı hı. ödəyir. Deyir bir, görsən ödəyir. Amma nədir? Amma görsən buna bax. Görsən nədir? Formaldehiddir amma. Formaldehiddir, bəli. Buna eyni bu formulda amma formaldehiddir. Və ya da Hmm. məsələn CH3, COOH bu nədir? C2, Filtrə turşusu. H2O2 nədir? Və görsən bunlar bərabər saydadır. Amma Bəli. nədirlər? Sirkə turşusu. Sirkə turşusudur. Yox, bu CH3 hə də sirkə turşusudur, amma bu yəni Amma turşu olsa da karbohidrat deyil də. Bu bəli, quruluşu ödəyir, amma karbohidrat bəli. deyil. Hı Sonra hı. gəldik məsələn süd turşusuna. Süd turşusu necə yazılır? C3, Hmm. H2O-dan 3 dənə. Yenə görsən ödəyir bu formul. Amma Hmm. CH3, CH, OH. COOH karbon Bəli, turşularından da OH. Gördün? bəli. Quruluş bunu ödədi karbohidratla, amma özü elə olmadı. Gəldi indi nəyə? CnH2O formuluna uyğun gəlməyən karbohidratlar hansılardır? Bunlara bax, C5, H10, O4. Bu. Sonra bayaq yazdım, C12, H2O, 2O11. Görsən, karbohidratdır. Amma Hı bunlara hı. bax, bunlar bərabərdir. 4-dən böyükdür də ikisi də. 4-dən Bəli. böyükdür. Normal halda ona görə götürürük. 4-ə bərabər və ya da 4-dən böyükdür. Hı hı. Karbohidratdır. Amma nədir? Uyğun gəlir bu formula. Mən dedim axı n-lə m bərabər olmalıdır. Onun üçün karbohidratdır. Bəli. Yəni bax, bir iki dənə belə birləşmələr var. Bu dezokribozadır. Bu da saxarozadır. Bunu yadda saxlamaq lazımdır. Sonra Bəli. gəldik saxarit qruplarının sayına görə karbohidratların növlərinə. Var saxarit qruplarına görə monosaxarit, disaxarit, bir də polisaxarit. Bir də polisaxarit. Monosaxarit deyəndə riboza, dezokriboza, glikoza, fruktoza bunlara aiddir. Yəni bir Hı dənə hı. saxarit qrupu, bir dənə Bəli, olanlar. bəli. Disaxarit deyəndə saxarit qrupu 2 İki dənə dənə. olanlar, polisaxarit deyəndə çox olanlar. Məsələn, Çoxu. nişasta, Bəli. selluloza falan bunlar aiddir polisaxaritlərə. Disaxaritlər amma disaxaritlər SML bu nədir? Saxaroza, maltoza, laktoza. Monosaxaritlər də Hmm. riboza, dezokriboza, glikoza, fruktoza, Hı hı. red belə nəsə bir şeylə yadda saxla. Polisaxaritlərdə nişasta, selluloza və nişastanın selluloza qutardır. Bunlar da Hı hı. polisaxaritlərə aid. Sonra gəldik Bəli. monosaxaritləri öyrənməyə. Bir-bir hamısını öyrənəcəyik, narahat olma. Gəldik Hı hı. monosaxaritlərə.
Monosaxaridlər nədir? Monosaxaridlərin ən mühüm əlamətləri odur ki, karbon atomlarının sayı 5 dənə və yaxud da 6 dənə olan nümayəndələr daxildir buna. Hı hı. Karbohidratları məsələn, karbon atomlarının sayına görə bölürəm. Birinci pentozalara, monosaxaridlərin özünü. Bir də heksozalara, heksoza. 5 dənə karbonu olan karbohidratlar C5, H10, O5. Bunlar olur nələr? Bunların adı olur riboza. Axırı oza olanlarda. Hı hı. Dezoksiriboza olanda isə C5, H10, O4 olur. C5, H10, O4. Bu isə dezoksiribozadır. Bəli. Aydındır. Heksoza da Hı. isə bax heksa 6 deməkdir. C6, Altısı. H12, O6 olmalıdır. C6, H12, O6. Və bu nədir? Bu baxıram ki, qlükozadır. Məsələn, fruktoza da belə yazılır. Bunlar Hı hamısı nədir? hı. Heksozaya aiddir. Yəni 6 dənə olanlar. Bunlar karbon atomlarının sayına görə bölünən monosaxaridlərdir. Bir də var funksional qruplarına görə. Qrupları var ya, OH qrupları. Və bu Hı hı. qruplarla, bu funksional qruplarına görə tərkibində əgər OH qrupu ilə yanaşı aldehid funksional qrupu varsa, bunlar aldozalar adlanır. Əgər tərkibində OH qrupu ilə yanaşı, məsələn, keton funksional qrup olursa, bunlar ketozalar adlanır. Məsələn, aldozalar necə olur? Aldozalar və aldehidlər, aldozalar. Hı hı. Tərkibində bax belə OH. Bu funksional qrupunda Hı OH hı. qrupu ilə yanaşı bu qrupda varsa, bu olur aldozalar. Hı hı. Ketozalarda əgər tərkibində ketonun quruluşu Keton varsa, varsa. bu olur Hı. ketozalar. Məsələn, fruktoza da buna aiddir, ketozalar. Başa düşdün? Bəli. Monosaxaridlər ümumiyyətlə yadda saxla ki, suda həll olan bərk maddələrdir. Monosaxaridlər bərkdirlər, suda həll olan bərk. Bəli. Sonra gəldik qlikoza. Bir də hidrolizə vuramırlar bunlar bu arada. Hı hı. İndi hidrolizə, Ama hidrolizə hidroliz, bilirsən. hidroliz neydi? Yadımdan tutayım. Elə onu deyirəm ki, elektrolizdə, Hı hidrolizdə hı. daha yaxşı parçalanma ilə də Hı hı. bunları Hı izah edəcəm. hı. Hı. Glikoza, glikozaya gəldik. Glikoza necə yazıldı? Sağ ol. C6, Şöyle oldu. H12O6 belə. Sekiz dedim. Glikoza, Ben. bəli, bitkilərdə olur əsasən. Bitkilərdə demək olar ki, hamısında bütün bitkilərin bütün orqanlarında rast gəlmək olur bu glikozaya. Ben. Məsələn, üzüm şirəsi daha çox olduğuna görə glikozaya həm də Hı üzüm hı. şirəsi də deyirlər, üzüm şəkəri də deyirlər. Belə bir adı var buna, həm də elə Ben. adlandırırlar. Quruluşu necə olur? Bunların quruluşu həm açıq zəncirli ola bilər, həm də qapalı zəncirli ola bilər glikozanın quruluşu. Necə? Hı hı. Açıq quruluş deyəndə bunlarda aldehid funksional Alfa. qrupu Ha, və ben. aldehid funksional qrupu. Məsələn, qlikozanın açıq formasını yazın və bu quruluşda. Məsəl üçün belə. Hı hı. Bax görürsən aldehid funksional qrup olur da burada. Evet. Digərlərində də ki H, OH, H, OH, H, H, H bu qaydada Hı hı. yazılır. OH, Ben. OH. Belə. Və Hı. bunlar nədir? Bunlar açıq zəncirli 5 dənə hidroksil qrupu olan, bir dənə aldehid qrupu olan aldehid spirt, Ben. yəni ki, qlikozanın açıq quruluşundadır. Qapalı quruluşunu deyəndə isə qapalı quruluşda yazılanda isə siklik quruluşda olanda. Bunlarda OH qrupu siklik quruluş əmələ gələndə 5-ci karbon atomunda olan OH qrupunun aldehid qrupuna yaxınlaşırsa, burada pi Hı rabitə hı. qırılır, başlayır hidroksil qrupun hidrogen atomu aldehid qrupunun oksigen atomu ilə başlayır birləşməyə. Məsəl üçün, bax, Evet. belə olur da quruluşu. Bu quruluşda. Və burada karbon, karbon, oksigen, karbon, karbon, karbon. Burada karbon yazdıq. Və bura hidrogen, bura bir OH, bura bir Hı hı. hidrogen, bura bir OH, bura bir OH, bura hidrogen. Hər tərəfə bir OH, bir hidrogen. Bu səyə hidrogen, buna OH. Hamısına bir OH, bir H Hı da hı. birləşdirsən. Ben bu Bu ne CH kapalı kuruluşlar ki? nə? Bu ne kapalı kuruluşlar ki? İndi deyirəm. Deyirəm ki, bax bunlarda OH qrupunun bu siklik quruluş əmələ gətirəndə bunların 5-ci karbonları, 5-ci karbonu budur bax bu. Hı 5-ci hı. karbon atomunda aktiv OH qrupu olduğuna görə bax bu. Ben. Bu aktiv OH qrupunun aldehid qrupuna yaxınlaşmasına görə burada aldehid qrupunda olan bir rabitə başlayır qırılmağa, Hı aldehid hı. qrupunda olan və elə bil ki, belə olur da bu bu hissəsində bu COH belə yazılır. Karbon, oksigen, hidrogen. Bu başlayır bir rabitə qırılır. Bu bir rabitə qırılması nəticəsində bax bu aktiv rabitə.
Burada olan bu Bəli. beşinci karbon atomu başlayır hidroksil qrupundakı oksigenin aldehid qrupunun karbon atomu ilə başlayır birləşməyə. Birləşir, aldehid Bəli. qrupu olmayan siklik quruluş əmələ gətirir. Amma bu açıq quruluşda belə deyil. Açıq formada yazsaq aldehidin formasını və Hı hı. belə yazılacaqdır. Elə bil ki, CH, OH. Yəni bax, bu hissəsi qalır olduğu kimi. Hı hı. Baba görsən, bax bu hissədir. Və bu hissə Hı hı. bax belədir. Bu hissədə bu pir rabitəsi bax bu karbona görə buna birləşən aktiv OH qrupu olduğuna görə bu rabitə başlayır qırılmağa, yeni bir dənə Hı hı. OH qrupu əmələ gəlir də. 5-ci karbon atomu başlayır hidroksil qrupundakı oksigen və buradakı oksigen Bəli. aldehid qrupunun karbon atomu ilə və bununla birləşir. Aldehid qrupu olmayan 6 dənə və belə quruluşlu 6 üzlü bir karboksil qrupu yaradır. Və buradan COH-ı görsən bu şəkildə çıxardırıq. Hidrogeni də tək saxlayırıq. Hı. Bu quruluşdan bu quruluşa gəlir, gördün? Və burada olan Bəli. OH-a görə olur bu proses. Hı Sonra hı. gəldik nəyə? Əgər bu belə bir şey var ki, bunlarda qlikoza kristal halda olanda deyirlər alfa siklik forma, suda Hı məhlul hı. olanda deyirlər ki, beta siklik forma. Əgər suda məhlulsa beta siklik formada əmələ gəlibdir, demək bu qlikoza. Hı Yox, hı. kristal halda deyirsə, onda demək alfa siklik formadan əmələ gəlibdir. Yəni ümumiyyətlə məhlulda bu əsasən tarazlıq yaradır da. Alfa formadan keçir açıq formaya, açıq aldehidli formaya yaz demək, bax elə. Açıq aldehidli Bəli. formaya, daha sonradan da gəlir olur beta forma. Oradan da gəldi oldu beta forma. Bu üç dənə mərhələnin ardıcıllığına keçir. Hı Aydındır. hı. Bəli. Sonra gəldik qlikozanın ümumiyyətlə açıq formadan çiçəkli formaya keçəndə asimetrik karbon atomlarının həmişə yadda saxla ki, bir vahid sayı artır. Yəni birinci karbona birləşmiş OH qrupu digərlərinə nisbətən daha aktiv olur axı. Glikozid hidroksid deyirlər də buna bayaq Bəli. göstərdim isə və həmin isə aktiv olur. Ona Hı görə də hı. məsələn bir vahid artır. 1, 2, 3, 4, 5-ci karbonlar hamısı asimetrik olur və bir-bir bu asimetrik karbon atomların sayı həmişə bir vahid artır. Glikozu açıq Bəli. formadan kiçikli formaya keçəndə ha. Gəldi Hı indi hı. bunların alınmasına. Alınması necə olur? Alınması var, yenə təbiətdə alınma, var sənayedə alınma, bir də var laboratoriyada alınma. Təbiətdə qlikoza necə alırıq? Götürürük təbiətdə şüalarıdır, xlorofildir. Bunlar fotosintez Hı. reaksiyası üzərində başlayır əmələ Bəli. gətirir. Bilirdik də bunu. Karbon Bəli. dioksidin üzərinə su gələndə nə alınırdı? C6, C6 H12, O6, yazılmışdı. glikoza və oksigen. Bu oldu təbiətdə alınması. Fotosintezdən alınır. Sənayedə alanda, qlikozla sənayedə turş mühitdə əsasən nişastanın hidrolizindən alırlar. Nişasta C6, H10, O5-dir də. Bunun üzərinə su gəlirsə, Hı bu hı. da civənin duzlarının sayəsində, daha doğrusu sulfatlı duzlarla, Hı hı. sulfat turşunun iştirakını alır. Turş mühitdə Bəli. yaratmasında bunda. Turş mühit yaradanda belə alınır. Alınır C6, H12, O6 en sayda. Yəni görürsən ki, bax buradan üzərinə sənayedə nişastanın üzərinə su gəldim, aldı nə? Glikoz aldıq. Bu oldu sənayedə alınması. Laboratoriyada alındı isə glikozla laboratoriyada əsasən kalsium hidroksidli mühitdə, yəni bunun iştirakında formaldehiddən almaq olar. Buna Butlerov Bəli. reaksiyası da deyirik. Bax belə yazılıb. Formaldehid belədir də. Buna kalsium hidroksidinin təsiri ilə göstərən kimi alınacaq C6H12O6, yəni glikoza. Bu oldu glikozanın laboratoriyada alınması. Glikozanın fiziki xassəsi necədir? Glikoza şirin dadda malikli suda yanacaq olan aktiv kristal maddədir. Bəs bunun kimyəvi Hı hı. xassələri necə olur? Kimyəvi xassələri ümumiyyətlə var aldehid qrupunda gedən reaksiyalar. Burada birinci hidrogenlə reaksiya aparırsın. Məsələn, bax burada ümumiyyətlə bu hissədən 6 atomlu spirt olan sorbit deyirlər. Sorbit əmələ gələcəkdir. Və 6 dənə Bəli. hidrogenlə reduksiya edəndə C, 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 3, 4, 5, 6 olmalı. 5, 6 dənə. Buradan bax, OH. Yerdə qalanlar nədir? OH, OH. OH, H, OH, OH. Hamısında hidrogen, hidrogen, hidrogen. Bax bu glikozadır. Glikozanın Hı hı. yazılışı. Bunu mən hidrogenlə reduksiya elədim. Üzərinə hidrogen gəldim. Temperatur katalizatorunun iştirakı ilə nə olacaqdır? Götürəcəm burada.
Nə qədər hidrogen var apa bu hidrogenlər. Hı hı. Bu hidrogenlərin bax birinin mənim əlimdə nə qədər hidrogenim var? Əlimdə 2 dənə hidrogenim var da. Bu hidrogen var, bir hidrogen, bir hidrogen. Hərəsinin bir tərəfə, birini başdakına, birində axırdakı karbona. Hı hı. Hamısını əlavə edirəm bax bu qrupa bura. Olur Bəli. belə CH2, CH, 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 CH2. Yerdə qalanlar da OH, 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 OH. Hamısı belə OH şəklində çıxır. Qurtardı. Bu da uğruna glikozadan sorbitin alınması. Ben fırçalı Aydındır? grup yok olur orada. Bəli, bəli. Bunu əvəzləyirik. Bu Hmm, COH deyil də. bəli, bəli, Bunu artıq elə bir hidrogenə reduks eləyirəm. Buradan 6 bəli. atomlu spirt olan sorbit əmələ gəlir. Sonra var ikinci reaksiyamız. H yodidlə olan reaksiyamız. H yodidlə olan reaksiyamız necə gedir? H yodidlə olanda yenə glikoza və yaxşı CH2, CH, CH, və OH, 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 OH. Belə. Bunun üzərinə gəlirəm H yodid. Nə alınır? Buradan 2 yod heksan alınacaq. Nə qədər burada karbon vardı? 6 dənə. Yenə Aa, 6 dənə karbonu yazıram. 6, 2, 4, 6 dənə yazdım. Sonra yodu buradan sərbəst halda reduks edirəm. Və hı sərbəst hı, halda yodid. Yod elə bil ki, əlində H yodid deyil. Və bu hı hı, yazırsan, bunu çıxartdım, üzərinə gəlsin. Su, OH-ları su kimi çıxardıram. 6 mol su. Bu OH-lar deyil, bu OH-ların hər birini su kimi çıxardıram. 3, 4, 5, hı hı, 6. 6 dənə su yaradıram buradan. hı Bu hı, yerdə əlimdə qalan nə qədər ki hidrogen var idi. Bu hidrogenlərin hər birində götürürəm bunu yodu. Bu yodid olanı. Bunu hı atıram hı, ikinci karbonuma. Bu hissə ikinci karbonuma atıram. 2 yod heksan alınır. Buradan H-yodidlə gələndə. Bu bəli, ikinci karbona gətirib yodu atıram. Yerdə hı qalan hı, hidrogenlər bir vahid artırıram. CH3, CH, CH2. Yəni bunlar da da bilirsən də CH2, CH3 bu bəli, quruluşu. OH-ı çıxartmışam axı. Bu hı quruluşda hı, yaranır. Üzərinə gəlsin bir dənə yodun sərbəst halda yazılışı bir dəfədə. Olur nə? 2 yod heksan. Qurtardı. Və yodu bir dəfə birləşdirdim bura. Bir dəfə su kimi 6 mol çıxartdım. Bir dəfə də yodu reduks elədim. Yodu sərbəst halda aldım. hı hı, Bildin. Bu da oldu bizim bəli, yodidlə H-yodidlə olan reaksiyamız. Sonra gəldik glikoza molekulunun karbon atomlarının fərqli olaraq birləşməsi. Burada oksidaşma reaksiyaları var. Tam oksidaşma reaksiyaları var. Məsələn, oksidaşma reaksiyaları deyəndə, kimya xassə deyəndə desən ki, bütün məsələn bayaq göstərdiyim reduksiya reaksiyaları idi. Bu isə indi gələcəyim ikinci şərtimiz isə oksidaşma reaksiyalarıdır. Oksidləşmə reaksiyaları. Oksidaşma reaksiyaları necə olur? Bax, birincisi gümüş güzgü reaksiyası adlanır. Görürsən, bu bizi tanışdı bu. Gümüş bəli, güzgü reaksiyası. bəli, bəli, Nə edirsən? Buradan götürürsən glikozanı. Glikoza yenə yazılır da belə CH2, OH, bəli, CH2, CH, 3, 4, 5, 6 yazdıq. Bu altıncını prosto belə yazıram da. O belə. Karbon, OH yazdıq. Bu glikozamız. Bunun hər birindən də hı hı. OH-lar çıxır, OH-lar çıxır, OH-lar çıxır. Bunun üzərinə gəlməliyəm nə gümüş güzgü deyirsə. Göz, Argentin oksid. argentinum, oksit, Yox. bəli, Buradan argentinum nə olacaqdı? çıxartılmışlar. Argentium sərbəst halda çıxacaq. Dört, Qlikon bəli, turşusu alınır da. Glikozada qlikon turşusunun alınması. hı hı, Argentium sərbəst halda çıxardıram çölə. Yerdə qalan nə varsa 6 dənəni yazıram. Bir dənə axırıncı COH vəsə belə. Hər birindən də hı OH hı, çıxacaqdı. Və bu oldu nə? Qlikon turşusu. Glikozadan aldım qlikon turşusunu. Axırıncı hı COH hı, olur. Axırıncı karbon COH kimi çıxacaq. Vəsə. Bəs yaxşı. İkinci nədir? İkinci kuprum hidroksidin oksidləşməsidir. hı hı. Bu necə oksidləşir? Yenə qlikozadır. Glikozan Kupumu 1, 2, çıxardıq yenə. 3, 4, 5, 6. Bəli, kuprumu yox, kuprum oksid çıxardacaqsan bu dəfə. Kupumu, bəli, Bəli, hidroksid də axı, hidroksid deyə mən hı hı, oksid çıxardıram. Bu axırıncı var. So, üzərinə gələcəm kuprum hidroksid. Nə alınacaqdı? Yenə buranı olduğu kimi yazacaqsan. Bu yazdım. Axırıncı COH. Sonra kuprum oksid
və su. Qırmızı Hı rəngli hı. çöküntü özdə. Qırmızı rəngli çöküntü alınır. Mis bir oksiddən. Mis bir oksid və su alındı. Qurtardı. Bu qırmızı rəngli çöküntüsü, bu su, bu da qlikon turşusu. Aydındır. Bəli, bəli. Yenə qlikon turşusu aldıq. Bunları gəldi indi üçüncüsünə. Üçüncüsü adlanır tam oksidaşma reaksiyaları. Tam oksidaşma reaksiyaları elə bir qeyri-adi bir şey yoxdur. C6 əvvəldən bildiyimiz şeydir. H12, O6 üzərinə gəlsin Yanmadır. oksigen. Alınacaq karbondioksid CO2-dən aşağı. tutardı. Bu da Bəli. adlanır tam oksidaşma reaksiyası. Və buradan yadda saxla ki, bu reaksiyada canlı orqanizmlərdə çoxlu miqdarda həmişə kilojoulundan olan istilik ayrılır. 2920 kilojoul məsələn Bu ayrılır. Belə. əvvələnlərdir, bəli, Bəli, bəli. 279. Bu reaksiyanı bəli bilməliyik. Hı Sonra hı. gəldik nəyə? Hidroksil qrupunda gedən reaksiyalara. Hidroksil qrupunda gedən reaksiyalar necə olur? Var efirləşmə reaksiyaları, var aktiv metallarla Hı reaksiyalar, hı. qlikozid hidroksil qrupunun reaksiyaları var. Çox reaksiyalarımız. Və aktiv metallarla olan reaksiyalar necə olur? Burada qlikozla spirtlər kimi aktiv metallarla başlayır əvəz etmə reaksiyasına girir və yaradır alkoqol yad tipli saxarat. Alkoqolyat tipli saxarat. Bu nə deməkdir? Yəni, bax, şəbih. Belə bir Hı hı. C6, H11, O5, OH. Belə bir birləşmədir. Yəni, bu Hı qlikoz hı. addır. C6, H12, O6-dır. Bunun üzərinə, bax, qlikoz spirtlər kimi, bax, belə spirtlər kimi olur. Hı O hı. aktiv bir metalla gedir, reaksiyaya girir. Bu zaman yenə əvvəldən bilirdik. Elə bil ki, burada hidrogen gəlir, girir natrium bunun yerinə. Hidrogen də Hə, gəlir, girir bəli, natrium evet. yerinə. Hı. Qurtardı. Bəli. Olur nə? C6H11O5O natrium, yəni saxarat, üzərinə gəlsin hidrogen. Qurtardı. Glikozdan saxaratın alınması. Bəli. Aydındır. Sonra Bəli. var kuprum hidroksidlə olan reaksiya. Kuprum O H2 ilə reaksiya. Glikoza ümumiyyətlə çoxaltılmış spirtlər kimi kuprum hidroksidlə reaksiyaya girir və göy rəngli alkoqolyat yaradır. Necə? Glikozanın yazılışı yenə C6 çoxaltılmış spirtlərə oxşamalıdır amma Hı hı. C6H10O4 bu quruluşda olur. OH. Bu vəziyyətdə çoxaltılmış spirtə oxşayır. Görürsən 2 atomludur. Bəli. Üzərinə gəlsin nə? Kuprum hidroksid. Bu zaman alınır alkoqolyat. Necə yazılır bu? C6H10O4 olduğu kimi qalır. Bu oksigenləri belə verirsən bunu. Kuprumu da gətirib birləşdirsən bura. Elə bir hidrogenlərin yerinə yenə gətirib kuprumu Hı hı. keçirirsən. Hidrogenlərin yerinə. Hidrogen də gəlir bura Hı H2O hı. kimi. Üzərinə Bəli. gəlsin H2O. Qurtardı. 2 mol H2O. Bəli. Başa düşdük. Bəli. Çünki bilsən niyə 2 mol? Çünki burada axı 2 dənə hidrogen silindi. Hı Cəmi hı. görsən 4 dənə Bəli. hidrogen oldu. 4 dənə hidrogen Bəli. ona görə deyir. Sonra gəldi indi nəyə? Efirləşmə reaksiyaları. Efirləşmə reaksiyasından indi şəbi. Hı hı. Sıxıcım, sən götürüm burada görsənərsən. Sən görsən ekranda bunu özünə. Hə, balacalaşdırdım. Bəli. Efirləşmə reaksiyası. Efirləşmə reaksiyasında ümumiyyətlə qlikozla spirtlər kimi karbon turşularına reaksiya daxil olur. Bilirsən ki, nə yaradır? Spirtlər kimi karbon turşusuna girib nə yaradır? Mürəkkəb efir. Bəli. Hı. Mürəkkəb efir əmələ gətirir. Yəni 1 mol, həmişə 1 mol glikozanın 5 mol asetat turşusundan asetatdan efirləşməsi qlikoza molekulunda həmişə 5 mol hidroksil qrupunun olması deməkdir. Yəni necə? Hı hı. Bax, qlikoza belə yazılır da CH, 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 H2O. Bax, bu quruluşda. Bu qlikoza. Hı hı. Üzərinə gəlinsin. H-O-O-Z. COH-da. Hı hı. Sözümü belə yazıram ki, rahat olsun. Bəli. Bir şey göstərəcəm. Asetat turşusudur da bu. Bilirsən. Bəli. Bəli. Bax, nə baş verir burada? Bu OH qrupundan, bax,
daha doğrusu bu OH qrupundan bu hidrogen qrupu birləşir. Bu OH qrupundan bu hidrogen birləşir. Bu OH qrupundan bu hidrogen birləşir. Bu OH-dan bu hidrogen birləşir. Bu OH-dan bu hidrogen birləşir. Bu qaydada bax bunlar birləşir nəyi çıxardır? 5 mol suyu 5 çıxardır mal sonra. tamam. Bəli. 5 mol suyu yerdə qalanlarda olduğu kimi götürülür. Tutardı. Hı hı. Olur nə? Bəli. Pentaasetil glikoza deyirlər buna. Alınana. Hı hı. Bax burada yerdə qalanları. Yəni bunları Hı hı. silirsən nə varsa olduğu kimi götürürsün. O, Bəli. S, O, S, O birləşdirsən bunları. Всё. Hı hı. Bu oldu belə effləşmə reaksiyası. Sonra gəldik glikozid hidroksil qrupunun reaksiyalarına. Burada necə olur? Glikozada ümumiyyətlə bunların glikoza siklində, yəni qapalı quruluşunda oksigen atomuna birləşən karbon atomu həmişə oksigen atomuna birləşən karbon atomu necə olurdu? Və altı quruluşlu çəkək. Da belə deyil. Və düşün Hı burada hı. olur karbon, burada olur oksigen. Hər şey yazdım. CH, CH yoxlayın. Düzdür. Yox. Bax bunun üzərinə siklik quruluşudur. Üzərinə gəlirəm. CH3. İndi deyəcəm bu nədir? HOH. Hı Baba hı. burada şəbi. Bu HOH nədir? Və bu HOH su kimi çıxır. Və Hı bu hı. oksigenin və bu HOH hardan gəlir? Yəni bu su necə yaranır? Və burada CH3OH deyil bu. Bu Hı OH hı. buradan gəlir. Bir də baba burada oksigenin H-ı var idi. Baba bu H. Hı hı. Bu H da buradan gəlir. Bunlar nə verir bizə? Haşlı. HOH, yəni su. H2O. Bəli. Yazsın su, yerdə qalan olduğu kimi götürürsən. Qurtardı. Glikozit yaratdı. Sadə efirlərə oxşar birləşmə yarandı. Başa Hı hı. düşdük bunu. OH Bəli. qrupundan suyu çıxartdım, все, qurtardı. Gəldi indi qıcqırma reaksiyalarına. Qıcqırma reaksiyasına nə olur? Qıcqırma reaksiyası var spirtlə qıcqırma. Var yağ turşusuna qıcqırma, bir də var süd turşusuna qıcqırma. Spirtə qıcqırma, yağ turşusuna qıcqırma, süd turşusuna qıcqırma. Gördük. Birinci gəldi spirtə. Spirtə olanda C2, C6, Haşlı olur. H12, Haşlı. O6 elə parçalanır C2H5, 5 O OH, haşa. CO2. Yağa parçalananda yağ turşusu yaradır. CH2, CH2, COOH üzərinə gəlsin CO2 plus H2. Süd turşusuna parçalananda CH3, CH, COOH, OH. Всё. Bu da olur süd turşusu. Gördün? Süd turşusu deyəndə süd turşusu olmalıdır. Yağ turşusu deyəndə yağ turşusu yaranmalıdır. Spirt deyəndə spirt yaranmalıdır. Всё. Bu da oldu belə. Başa düşdük bura Hem de yağ qədər. turşusuna yalanandı o. Nə? Yağ turşusuna yalanandı o şey. Nədir? Yalananı yazmışsınız orada siz kamuoyuna. Hə, yəni yağdan nə alınır? Yağ turşusuna Hı hı. C6H12 O6 yağ turşusuna qızqıranda nə yaranır? Odur. Hı hı. Bildim. Başa Bəli. düşdün? Bəli. Sonra gəldik əsas hissəyə, fruktozaya. Fruktoza. Fruktoza necə yazılır? C6H12O6 dedi. Belə yazıldı. Bunun quruluşu nədir? Bu fruktoza glikozanın görürsən eyni də yazılışlar. Nədir Hı demək? hı. İzomeridir. Glikoza Bəli. kimi demək izomerdirsə, həm açıq quruluş olacaq, həm qapalı quruluş olacaq. Açıq Bəli. zəncir quruluşunda nə qədər hidroksil qrupu olacaq? 5 dənə olacaq. Nə qədər Hı keton hı. qrupu olacaq? Bir dənə. Yəni Bir dənə. fruktoza keton spirtlərə aiddir də. Yəni yazılışları Bəli. fruktozanın açıq formada yazılışı necə olacaq? Bax belə. Karbon, 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 karbon. Hidrogen, hidrogen, OH. Bax bir dənə keton qrupu. Всё. OH, hidrogen yenə. OH, 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 hidrogen belə Hı yazdıq hı. ki, Bəli. bu oldu nə? Açıq quruluşu bunun. Yadda saxla ki, bunlarda desək ki, asimetrik karbon atomları hansılardır? Hansını götürərsən asimetrik olan? Ortadan bölsək. Qa- Asimetrik nə deməkdir? Yəni Am- optik e, izomerliyi olan deməkdir də. Optik izomerliyi Bəli. olan dörd tərəfindən dəyişən 4 haradır? dənə ətək olan. Bura, bura, bir də bura. Dörd tərəfdə fərqli Mən olanlar. oranı götürdük. Bir dəqiqə. Bax, Hə.
Hə, 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 bəli, bəli, gördüm, gördüm, bildim, bildim. Gördün? Все. Bəli, Da oldu belə. Yenə eyni nə deyiriksə, eyni bunlara da glikoza da nədirsə bunun üçün keçərlidir. Fiziki bəli. xassəsini bil. Fiziki xassəsi nə idi? Şirin dada malik olan, suda yaxşı həll olan kristal maddədir. Hı hı. Glikozadan 3 dəfə, fruktozadan da glikoza, daha doğrusu fruktoza, glikozadan 3 dəfə, saxarozadan da 1,5 dəfə şirindir qabığından. 3 dəfə də qlikozadan Hı. şirinlikdə. Kimya xassəsi nədir? Qlikoza kimi hidrogenə reaksiyaya daxil olur, spirt yaradır. Çox atomlu spirtlərlə yaradır reaksiya və yaxud nə yazmışıqsa eyni bunun kimi. Bəli. Oksidləşir. Nə var idisə eyni burada da təkrarlayırıq da. Hı Sonra hı. gəldik ribozaya. Riboza necə yazılır? Riboza C5H10 O5 yazılır. Riboza bu da qlikoza kimi həm açıq zəncirlidir, həm də siklik quruluşdur. Açıq zəncirli Bəli. formasında 4 dənə hidroksil qrupu, bir dənə də aldehid funksional qrupu. Yəni bir sözlə aldehid spirti də bunlar. Yazılanda da belə yazılır. Karbon, 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 karbon və 4 dənə dediyim kimi nədir? 4 dənə hidroksil qrupundan olanlar da OH-lardır. Hı hı. Bir dənə də aldehid qrupudur bax bu. Bir dənə də aldehid qrupu, funksional qrupu var. Bəli. Yerdə qalan hissələrini də hidrogenləri birləşdirsən belə. Всё. Bu oldu ribozanın açıq quruluşu. Yenə Hı bunlarda hı. da alfa formadan açıq formaya, oradan da beta formaya keçid olur. Və bunlarda yadda saxla ki, ribozanı desək ki, siklik formasında, qapalı quruluşunda, yəni neçə dənə karbonu asimetrik quruluşda olur, asimetrik olur, nə deyərsən? Hansılar? 4 Üç dənə də. karbonu, Bir, 4 də, üç, 1 dörd. də, 2 də, Hə, 3 də, hə, 4 bir də, də var orada. 4 də. Hə, hə, gördüm, bəli. Fiziki Güzel. Hı xassəsi hı. nədir? Bu da şirin daddır, suda yaxşı həll olandır. Kimya xassəsi nədir? Aldehid qrupunda gedən reaksiyalar nə varsa, bunda da gedir. Ribozla Hı hidrogenə hı. reduksiyaya daxil olur. 5 atomlu spirt yaradır. Spirtlərə çevrilir. Sonra Hı hı. aldehid qrupu olur deyə gümüş güzgü reaksiyasına girir. Bu gümüş güzgünə reaksiyaya daxil olub, yadda saxla. Ribon turşusu yaradır. Ribon. Limon. Ribon turşusu Bəli. yaradır. Bu oldu belə. Sonra deyə bilərsən ki, hidroksil qrupuna gedən reaksiyalar, yəni OH qrupuna görə nə var? OH qrupuna görə çox atomlu spirtlərin göstərdiyi nə reaksiyalar varsa, hamısı bunda da göstərilir. Eyni. Hı Yəni çox hı. atomlu spirtlərin getdiyi reaksiyalar bunun üçün xarakterlidir. Çünki niyə? Tərkibində OH qrupu var çoxlu. Ona Bəli. görə. Sonra gəldik dezoksiribozaya. Dezoksiriboza necə yazılır? Dezoksiriboza C5H10 O4 kimi yazılır. Bunun quruluşunda yenə 3 dənə hidroksil qrup olur. Bir dənə də aldehid qrupu olur. Yəni Hı 3 hı. dənə OH-lı qrup olur. 3 dənə OH-lı. Bir dənə də karbon və bu quruluşda olur. Bir dənəsi hidrogen, hidrogen. Всё. Bax belə. Bəli. 3 dənəsi OH-lı qrupu, bir dənə də aldehid qrupu olur. Всё. Bir dənə də karbonlu hidrogenli qrup olur da. Yəni aldehiddə Hı 3 dənə hı. hidroksil qrupu, bir dənə də deyirsən ki, aldehid qrupu olur. Quruluşunda yazdım. Bu da olur dezoksiriboza, yəni aldehid spirtlər də deyə bilərsən buna. Sadəcə Bəli. bunların bir dənə ribozadan fərqi nədir? Ribozadan fərqi bax gör nədir? Ribozdan fərqi orada haş, burada haş var da. Aysa burada OH yoxdur və görsən OH qrupu yoxdur Bəli. Hı hı. dezoksiribozadan fərqli olaraq. Bəli. Yəni bunlar nədir? Dezoksiriboza molekulu optik aktiv olanlardır. Bunların Hı hı. 4-cü, 3-cü, 2-ci karbonların hamısı, daha doğrusu 2-cidən başqa 3, 4 varsa bunlar hamısı nədir? Asimetrikdir. Asimetrik Hı olmağı hı. nə deməkdir? Asimetrik olmağı, yəni bunun optiki aktivliyi olmalıdır, İzole. optik izomeliyi olması Hı deməkdir. hı. Yaxşı, bunun fiziki xassəsi nədir? Şirin dadı var, yəni suda yaxşı həll olandır. Kimya xassəsi nədir? Yenə gümüş püskü reaksiyasına girir. Çox atomlu spirtlərin girdiyi reaksiyalara girir. Çünki aldehidləri qrupu var, axı aldehid qrupu var ona görə. Bu belə. Sonra gəldik disaxaridlərə, amma istəyirəm ki, disaxaridləri də axşam keçim ki, yəni Hı hı. yük olmasın. Disaxaridlər də maltozadır, laktozadır. Bunları da bir dəfəyə keçim. Bir də polisaxaridləri keçim. Hamısını da bir yerdə bitirək. Yəni Bəli. beləcə çətin dərs deyil. Hamısı bir-birinə oxşayır. Bir dənə qlikozanı bilsən, fruktoza, sonra nə varsa Hı. da yerdə qalan galaktoza hamısını Bəli. biləsən. Sadəcə bircə dənə qlikozanı bilməlisən. Qlikozanı yaxşı Hı öyrənsən, hı. rahat gedəcək. Dərs barəsində nə sualın var Şəbi? Heç nə məndə. Hı hı. Gəl onda testini açaq, yeni testini işlədim, amma middən sənə link atıram, çünki bunun 5 Bəli, dəqiqəsi bəli. qalıb, bunu da bitirirəm. Hı hı.